ad günü keçirmək istəyirəm. Ay bala, ged orada oyun oyna, mənim fikrimi qatma. Ay kişi mənə bax. Nə də, Tilipuzik? Mən ad günü keçirmək istəyirəm. Müəllim, qulluğumuzda neçə nəfərlik olacaq? 10 nəfərdir. Görürüm elə tam məbləğlə gəlmişsiniz, 250 manat. Bizdə yeni ad günü seti var, 10 nəfərlik. Nə daxildir ora, danış. Gəlin sizə göstərim. Sizin 250 manatı daxildir. Belə ad günü dekoru. Bunu bildirmək, beşimək. Narahat olmayın, 2 dəqiqəyə masanı doldururam. Davay tezə, qonaqlarım gələcək. Baş. Müəllim, hər şey hazırdır. Çox qəşəng oldu, malades. Çox sağ olun. Kabablar soyuyur, sizin qonaqlar nə vaxt gəlir? Qonaq? Harda deyir bu uşaq? Ups. Bura gəl, bayaqdan səni axtarıram. Sən hardasan, mən bayaqdan səni axtarıram. Bura gəl görüm. Ay xanım, hara gedirsiniz? Uşaq yemək sifariş verib. Neynir uşaq bu boyda yeməyi? Dedi ki, ad günümdür, qonaqlarım gələcək. Sən canlı hər şansız hərəkət Ay edirsən. xanım, çıxardı pulunu da ödəyib, nə danışırsınız Nə siz? pul, onda pul var. De. Allah yaz, etibarsız diyorlar. Sənin başını oynaçacağım mən. Hə, bacı oğlu, sənin ad günün nə vaxtı? Noyabrın 6-sı. Çox az qalıb ki, elə indi də iyunun 7-sidir. 9 nəfər qolmaqla bəni çağırır, otun 10 nəfərlik bir yerində yeməyi. 250 manatdakı maşından tazıq. Bax da görmüsən qeydilmədi.